qaldı. Burada bizim kontrolumuz var. Kontrol zərərsizləşdirmə bir çox variantı mövcuddur. Ən etibarlılığından biri bu. Yəni rəqib alt üst olur və biz də ona hökmranlıq edirik. Yəni üzbəüz qalıb kontrol edək. Çünki ola bilər ki, kontrolun zəif ola bilər ki, zəif keçər texnika. Əl vura bilməsin, ayaq vura bilməsin, mən də güləşə bilməsin. Yəni ki, biri var ki, üzü fırlar. Mən burada bunu belə saxlamışam və başlayır məndən tələdə vuruş. Məni görür və başlayır mübarizə aparmaq istəmir də təslim. Bir də var ki, son salamat bu vəziyyətdə məndən necə vuraq? Ən salamat versiya zərərsizləşmədir, ağın üstü olan versiya. Bununla bir neçə qaydası var. Deməli, qayda olaraq çəkimiz nə qədərdirsə düşür çiynin üstünə. Sol əlimizdən çiynin basırıq yerə. Oldu. Sol dizimiz gəlir qol altına tam olaraq yapışır. Yəni belə qalmır. Belə olanda onsuz da gücüm bura düşür. Gəlməliyim bu. Sağ əlimiz biləkdən tutub. Belə yox, bu çünki işləyən istədik. Bunu təzə gələnlərə belə öyrədirik, sonra peşəkarlaşdıqca bu formada öyrədik. Ən etibarlısı bu. Bu çünki hərəkətlidir və başlaya bilər mənə mübarizə aparmaq. Amma bu Lorder'da turbadan tutsaq, o 50 fırlatsın da mən var. Yəni bu 50 tutun. Sol əl gəlir, basır çiyini aşağı. Sağ ayaq isə gedir başının önünə ki, bütün çəkim düşdüyün bir çiyin. O yavaş-yavaş indi sənə sağlasın. Yavaş eləyir. Bu tam zərərsizləşdirmə. Burada nə desəz eləyəcək. Desən sus, qalx ayağa özün get, ərizə biraz gedəcək. Yəni, bu ağrı adama hər şey elək. Ona görə də formada basır. Və əlinizi bura qoymasaq, prosta belə dursa. Nə baş verə bilər göstərir. İdmançıdır çıxdı. Çünki bir nöqtəyə fokuslamadım çəkim. Burada isə bir nöqtəyə basır. Çəkimlə üzərinə doğru gedir. Bundan sonra daha adaptiv versiyaları var. Sözündə şahit. Bunlar artıq. Neyini sağda orijinal ayaq üstəyəm. Üzümü gətirəm üçün yeri və münasibətdən asılı olaraq dəyişə bilər. Şəxsi zəmində də olacaq. Ona görə də bu vəziyyətdə tam kontrol vəziyyətdə, bu vəziyyətdə 5 gün stabil. Yine burada iki şey məşq edirik 5 dəqiqə ərzində çox. Birincisi bu yer versiyasında kontrol örneği. Prosta buradan məşq edirik görür, düz eləyirsiniz. Və biraz ağrılı prosesdə çox üstünə getsəz incidə bilərsiniz. Öncə biraz siqnal gələn kimi, ağrı gələn kimi əlinizi möhkəm vurun və azad edin. Davam elə. Oldu. Bir dəfə biri biz elə, bir dəfə biz elə. Sonra eləyəcəyimiz ikinci məsələ. Bunu elədik, yoxladıq, keçki yoxdur. Ola bilər ki, rəqib ayıqdır, idmançıdır. Mən bunu qaldırmaq istəyirəm, yapmaq istəyirəm bura. O hiss edib onu qoymur. Çəkir aşağı əli. Çək aşağı, mən mübarizə aparım. Qoymur qaldı. Bu zaman nə edirəm? Aikido prinsipini derim, okey. Dedim, sən deyən olsun. Sonra qaytarım. Oldu. Heç nə yaxşı. Gələ daha çox asistent edirəm. Deməli, bu ikisi əslində çəkir, çünki bunlar tutar. Deməli, dəstək yapın. Kaldırır, imkan verir. Sağlaşır. Aydındır. Yəni burada balaca bir hiylədir də. Deyirəm ki, okey, sən təslim olmuşsan, olma. Birinci sən deyən olsun, sonra mən deyənə qayda. Mənim işim. Burada qatilini da var. Müqamət. Tam müqamət. Rəqibin gücündən özünə qarşı istifadə etmək deyəndə bunları belə anlamaq lazım. Yoxsa energetika ilə zaten o belə videolar var, gəlir üstünə bu belirli olduğu yaradır. Onlar hamısı boş şeydir. Yəni, mən də razıyam. Amma çox şükür ki, bizdə o məqamlar yoxdur. Bizdə ancaq reallığa əsaslanan, insan anatomiyasına bağlı olan sinirlərlə, bir daha biz də bunu işləyəndə belə. Gəlin indi bu yerdə kontrol 5 dəqiqə vaxtımız var işləyir. Biraz da kolu aşağı qaytarıb müqamətli vəziyyətə zərərsizləşdirmək yoxdur. Axırıncı 5 dəqiqə uşaqlar.